Salam aleykum. Fermata Auto proqramı ilə TV kanallara necə baxmaq olar, onu izah edəcəm, kömək edəcəm inşallah. Deməli, ilk olaraq proqramı açırıq. Burada deməli aşağıda görürsünüz televizor işarəsi var. Ora basırıq. Məndə indi burada hazır linklər var, yükləmişəm. Kanal paketləridir. Deməli, bu sağ tərəfdə yumru qrupun içində aşağıda görürsünüz TV işarəsi var. O düyməyə basırıq. Burada yuxarıda nazvaniya, ad, Liboy Brad yazıram, məsələn Rus kanalları. Aşağı isə gətirib şey qoymaq lazımdır. Google-dan İPTV playlisti tapıb, kopyalayıb gətirib bura qoymaq lazımdır. İndi bunu qətlələyirik. Giririk Google-a. Yəni axtarırıq. Yazırıq bura İPTV playlisti. Burada müxtəlif saytlarda var. Yəni pulsuzların axtarıb tapmaq lazımdır. İndi mən nümunə üçün birini edəcəm. Bura giririk. Mesela burada baxırıq. Gəlirik aşağı. Burada öz playlistlərdir. Mən burada deməli bunu götürəcəm, mən kopyalayacağım. Kopyalayırıq. Sonra buradan çıxırıq, gəlirik, giririk Fermata Auto'ya, bayaq dediyim yerə. Onu yapışdırırıq bir hissəyə. Kopyaladığımız linki. Yuxarıda məsələn bir dənə ad qoyaq. Rus TV. Yuxarıdakı qalıcqa var, lap yuxarıda X-in yanında. O ok eləməkdir. Onun üstünə basırıq. İşte ok. Gördüyünüz kimi var burada məndə İPTV Rus kanalları var. Bu yox idi, gəldi düşdü. İPTV Ru. Buraya giririk. Və gördüyünüz kimi Rus kanalları məndə gəldi düşdü bura. Sportivniy, nə bilim, cürbəcür Detski. Sən Detski. Gördüyünüz kimi belə kanallar belə açıb baxırsan. İstəsəniz yəni başqa linkləri tapıb, Google'da başqa kanallar kimi olmalı. Linklər tapıb. Приветствую поклонников пляжного футбола. Мы с вами вновь возвращаемся в столицу Молдовы, город. Yəni bir də baş salım üçün girirsiniz Fermata Auto'ya. Bu TV bölməsi var. Bura basırsınız. Sağda görürsünüz yumru işarə çıxdı, ortasında TV. Oraya girirsiniz. Burada mən bundan qabaq əlavə etdiyim hər şey hazırdır. Yuxarı istədiyiniz adı qoya bilərsiniz. Nəsə yaza bilərsiniz. Əsas bu aşağı hissədə Raspalajeniya yerinə Google-dan tapdığınız linki gətirib qoyursunuz. Yuxarıdakı ok basırsınız, hazır. Bax, məndə yenidən o həmən şey yenidən bir daha düşdü. Bura yenidən elədim, təsdiqlədim deyə. Bax, İPTV Ru 2 dənə oldu, 17 dənə kanal. Yəni bu şey gəldi, yenidən düşdü bura. Bir də kanalları burada özünüz üçün seçib hansı kanalı bəyənirsinizsə. Məsəl üçün girək, hara girək? Girək bu opsiya. Məsəl üçün Rusiyan Perv kanalını açaq. Ваш герой влюблен, прекрасная Лида. А вы сами вот верите в такую любовь длиной в жизнь? Я верю. Верю. Мне интересно такой интересный момент произошел с Екатериной Улькиной. В Степановских фиалках я был таким персонажем криминального характера, а вот буквально через 8 лет мне удалось... Proqrama girən kimi, bax, altda ürək şəkli var. Bir dənə ürəyə basırsınız. Seçdiyiniz, bəyəndiyiniz kanallar hamısı buradadır. Promoyu da buradan elə bir-bir baxırsınız. Daha girib bir də bura
Məsələn, bir hansısa kanalı axtarmırsınızsa, məsələn, bəzən fərqsiz kanallar çox olur, lazımsız. Yəni, onların içindən bir də sənə lazım olanı aşağı yuxarı yerib axtarmırsan. Elə bu ürəyə girəcəksən, seçdiyin kanallar yığılacaq bura. Yəni, bu qədər.